Şərtdə bizdən A-nı tapmağımız istənilir. 12-ni A-ya vuranda 36 eləyib. Dostlar, alt-alta vurmanın qaydası necədir? A-nı 2-yə vuranda alınan cavabı yazırıq. Daha sonra A-nı 1-ə vuranda alınan cavabı yazırıq. Düzdür? A-nı 2-yə vuranda 6 eləyib. A-nı 1-ə vuranda 3 eləyib. Hansı ədədi 2-yə vuranda 6 eləyər? Əlbəttə ki, 3-ü. Həm də 3-ü də 1-ə vuranda 3 də eləyir. İkinci tərəfimiz də ödəndi. Deməli, A sən demə 3-üymüş. B variantı doğru cavabdır. Birinci fiquru ikinci fiqura tamamlamaq üçün əksik olan nədir, onu tapmalıyıq. Gəlin əvvəlcə birinci fiquru ikinci fiqurdan çıxmağa çalışaq. Belə bir düz xətt görürük. Bu ikinci fiqurda bu hissəyə bərabərdir. Sonra belə bir xətt görürük. Bunu da tapdıq. Belə bir xətt görürük. Bunu da tapdıq. Və son olaraq aşağıda belə bir xətt görürük. Bunu da tapdıq. Deməli, bu xətt, bu xətt, bu xətt və bu xətt bizə var. Olmayan xətlər hansılardır? Gəlin onu da başqa bir rənglə göstərək. Bu xət yoxdur, düzdür, belə bir xət. Bu xət yoxdur, belə bir xət. Daha sonra bu xət yoxdur, belə çəkəcəyik onu da. Və son olaraq burada belə bir xət yoxdur. Belə. Hansı fiqura oxşuyur bu? C variantındakına. C variantı doğru cavabdır. Bir ədəd A-nın kütləsi 2 ədəd C-nin kütləsinə bərabər olub. Yəni A-nın kütləsi bərabərdir C-nin kütləsi üstə gəl C-nin kütləsi. Bir ədəd C-nin kütləsi də 3 ədəd B-nin kütləsinə bərabər olub. C-nin kütləsi bərabərdir B, üstə gəl B, üstə gəl B. Buradakı C-ni aparıb burada yerinə qoya bilərik, düzdür? A-nı B ilə necə ifadə edə bilərik? A 2 dənə C-yə bərabərdir. 1 C də 3 dənə B-yə bərabərdirsə, aparaq yerinə qoyaq. Birinci C-nin yerində də 3 dənə B olacaq. İkinci C-nin yerində də 3 dənə B olacaq. Deməli, A nəyə bərabər olacaq? 3 dənə burada, 3 dənə burada. 6 dənə B-yə bərabər olacaq, düzdür? İndi bizdən A, C-ni B ilə ifadə eləməyimiz istəyir. A plus C. A tapdıq ki, 6 dənə B-dir. C neçə dənə idi? 3 dənə B idi. Yəni, cəmi 9 dənə B olmalıdır. Hansı variantda 9 dənə B var? C variantında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. C variantı doğru cavabdır. 3-ün üzərinə 4 gələndə 7 eləyir. 17-in üzərinə 4 gələndə 21 eləyir. 24-ün üzərinə 4 gələndə 28 eləyir. Deməli, 9-un da üzərinə 4 gələndə sual işarəsinin yerinə uyğun gələn ədəd olmalıdır. 9-un üzərinə 4 gələndə eləyir 13. C variantı doğru cavabdır. 3-dən 5-ə 2 vahid artım var. 5-dən 9-a 4 vahid artım var. 9-dan 17-yə gəlmək üçün 8 vahid artırmalıyıq. 17-dən 33-ə gəlmək üçün 16 vahid artırmalıyıq. Nə görürük? 2, 2-nin 2 qatı 4, 4-ün 2 qatı 8, 8-in 2 qatı 16. Deməli, növbəti ədədi tapmaq üçün 33-ün üzərinə 16-nın 2 qatını, yəni 32-ni gəlməliyik. 33 ilə 32-ni toplayaq. 3 ilə 2-nin cəmi 5, 3 ilə 3-ün cəmi 6, 65. Sual işarəsinin yerinə olmalıdır, 65. C variantı doğru cavabdır. 23-ün rəqəmlərinin hasili, yəni 2 dəfə 3 bərabərdir 6-ya, qarşısında da 6 yazılıb. 34-ün rəqəmlərinin hasili 3 dəfə 4 bərabərdir 12-yə, qarşısında da 12 yazılıb. 21-in rəqəmlərinin hasili 2 dəfə 1 bərabərdir 2-yə, qarşısında da 2 yazılıb. Deməli, 16-nın rəqəmlərinin hasili neçədirsə, onun qarşısında da həmin ədəd yazılmalıdır. 1 vurulsun 6 bərabərdir 6-ya. Deməli, sual işarəsinin yerində olmalıdır 6. A variantı doğru cavabdır. Nar sözündə var 3 hərf. Üzüm sözündə 4 hərf. Gilas sözündə 5 hərf. Albalı sözündə 6 hərf. Deməli, növbəti sözdə 3, 4, 5, 6, 7 hərf olmalıdır. Bir baxaq. Çiyələk sözündə 1, 2, 3, 4, 5, 6, 7 hərf var. Portağal sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8 hərf var. Gavalı sözündə 1, 2, 3, 4, 5, 6 hərf var. Biz 7 hərf olanı axtarırdıq. 7 hərf də var çiyələk sözündə. A variantı doğru cavabdır. Sabirabad sözü müxtəlif rəqəmlər istifadə olunaraq kodlaşdırılıb. İndi biz həmin rəqəmlərdən istifadə eləyərək araba sözünü kodlaşdırmalıyıq. Baxaq, araba sözü A hərfi ilə başlayır. Sabirabad sözündə A hərfi ikinci yerdə durur. Rəqəmlərin arasında ikinci yerdə nə durur? 1. Deməli, A hərfinə qarşılıq 1 rəqəmi gəlir. Aparaq araba sözündə də A-ların yerinə 1 yazaq. Sonra gəldi
R hərfi. Sabirabad sözündə R hərfi 1, 2, 3, 4, 5-ci yerdə durur. Rəqəmlərin içərisində 5-ci yerdə 1, 2, 3, 4, 5, 6 durdu. Deməli, R də oldu 6. Bir dənə qaldı B hərfimiz. Sabirabad sözündə B hərfi 1, 2, 3-cü yerdə durur. Rəqəmlərin arasında 3-cü yerdə 1, 2, 3-cü yerdə durdu 3. Deməli, B də oldu 3. A1, R6, yenə A1, B3, A-da 1. Cavabımız oldu B variantında. Sözlər hərflərdən təşkil olunub. Ədədlər nədən təşkil olunub? Əlbəttə ki, rəqəmlərdən. B variantı doğru cavabdır. Qara sözündə var 4 hərf. 4-ü üzünə vuranda eləyir 16, qarşısında da 16 ədədi yazılıb. Ağ sözündə var 2 hərf. 2-ni özünə vuranda eləyir 4, qarşısında da 4 yazılıb. Yaşıl sözündə var 5 hərf. Deməli, 5-i özünə vuranda eləyəcək cavab, yəni 25, onun qarşısında yazılmalıdır. Sual işarəsinin yerində oldu 25. B variantı doğru cavabdır.